Xalq artisti Niyaməddin Musayevin FHN-də işləyən qızı Röya Musayeva öz ərizəsi ilə işdən çıxarılıb. Manset.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı bir müddət əvvəl Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydarov müvafiq əmr imzalayıb. Əmrə əsasən, FHN-nin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsində baş məsləhətçi vəzifəsində çalışan Röya Musayeva tutduğu vəzifədən azad edilib. Bir müddət əvvəl mətbuatda onun polkovnik rütbəsi daşıdığı iddia edilsə də, əslində Röya Musayevanın hərbi rütbəsi olmayıb. Məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Manset.az-a təsdiqləyiblər.